Hər vaxt xeyir olsun, dəyərli qrup üzvləri. Bir daha yenidən biz baxaq. Siqnallar, bugün siqnallarla tamamladıq. Tam olaraq saat deyək ki, 3-dür, 4-ün yarısıdır. Bütün siqnallar gəlirlə nəticələndi. Siqnallara bir diqqət edək. Yəni, səhər saatlarında ilkin siqnallar, demək, qızılda növbəti birinci siqnallarımız 4260-dan gəldi. Ondan sonraki erkən alışlar 4275-dən sonra 4309-lardan gəldi. Və gümüşdə gəlin bir-bir baxaq. Birinci gəlin qızıla baxaq. Yəni qızılda yəni nə çox, nə az, ən azından birinci siqnaldan yəni 200 dollara yaxın yüksəliş oldu. Mükəmməl nəticə verdi. Təbii ki, Telegram siqnal kanalında da uşaqlar gəlirlərini paylaşdılar və ən az deyək ki, bir çoxları paylaşdı, yəni gəlirlərini, siqnallardan gələn gəlirləri paylaşdılar. Biz demək qızılda gəlirlə nəticələndi. Qızıldan sonra neftdə bizdə satış əməliyyatları biz qeyd etmişdik satış əməliyyatlarını neftdə. Deməli 111.80-lərdən qeyd etmişdik. Ondan sonraki demək biz əməliyyatlarını demək, gümüşdəki alış əməliyyatlarımız bizdə 64.9-lərdə, o da gəlirlə nəticələndi. Mükəmməl nəticə verdi. Sonra Bitcoin-dakı əməliyyatlarımız, yəni kompüter biraz donur, üzrlü sayın. Yəni gümüşdəki əməliyyatlarımız da mükəmməl nəticə verdi. Yəni Bitcoin-ə baxaq. Bitcoin-da ümumiyyətlə daha sürətli gəlirlərlə nəticələndi. Bitcoin-da da biz alış əməliyyatlarını 69.300-lərdən vermişdik. Deməli, neftdə, Bitcoin-da, qızılda, gümüşdə verdiyimiz əməliyyatlar, bütün əməliyyatlar gəlirlə nəticələndi. Yəni, bugün 6 siqnal paylaşdıq, 6-sı da gəlirlə nəticələndi. Yəni, hamınıza uğurlar arzulayıram. Səhər saatlarında sadəcə olaraq qızılda biraz birinci siqnal, demək, 4260-lardan gələn siqnal 70-ə qədər dəydi, yəni korreksiya verdi və yenidən qalxdı. Əsas odur ki, bizdə yəni bütün siqnallar gəlirlə nəticələndi. Təbii ki, yəni qrup üzvləri burada deyək ki, hardasa tək bu qrupda 600-ə yaxın iştirakçı var. Əksəriyyəti gəlirlə bağladı. Təbii ki, ziyanla bağlayanlar oldu mu, olmadı mı sualına gəldiysə, yəni gəlir əməliyyat verəndən sonra dərhal sığortalamaq lazımdır. Bunu yaddan çıxartmayın. Yəni neft deyək ki, ucuzlaşdı. Anidən 96 dollara indi uşaqlar. Yəni bunu sadəcə olaraq burada açıqlamıram nə üçün, nəyə görə oldu. Deməli bundan sonra qızıl qalxacaqmı, yoxsa qalxmayacaqmı sualına gəldikdə isə müharibələrlə bağlı uşaqlar bu sadəcə olaraq bir kiçik bir qığılcım idi qızıl üçün. Sadəcə yerini düzəltmək üçün əslində 4480-lərə qədər yeri var. Qalxmasa, yəni oradan buradan yuxarı formalaşsa, deməli 4500 ondan yuxarı formalaşsa, qiymətin yuxarı qalxma ehtimalı gözlənilə bilər. Əsas odur ki, biz siqnalları paylaşdıq. Bizim üçün heç bir fərqi yoxdur uşaqlar. İstər xəbər çıxsın, istər sürətlə qalxsın, istər sürətlə insin. Bizə lazım olan siqnalları biz yerinə yetirək və take profit stop losslarımızı yerinə yetirək və gəlirlə bazardan çıxaq. Bizə lazım olan, sizə lazım olan budur. Belə əzizlərim, eyni zamanda fundda biz dönüş nöqtəsini qeyd etdik. Dönüş nöqtəsi buydu. Qalxdı. Nə çox, nə az, yəni kifayət qədər qalxdı. 1300-1400 pips qalxdı yuxarı. Bitcoin də uşaqlar az qalxmadı. Əsas olan gəlirlə bazardan çıxdı. Uşaqlar bugünü həftənin birinci günü yüksək gəlirlərlə çıxdı bazardan. Hamınıza uğurlar arzulayıram. Sağ olun. Görüşmək ümidi. Sabahki nə deməli buy stop, sell stoplar varsa hamısını yığışdırın uşaqlar. Demək bugün bütün əməliyyatları tamamladıq.